Mən Məmmədova Hicrəm, pediatr infeksionist olaraq artıq 26 ildir ki, həkimlik fəaliyyəti ilə məşğulam. 3 ildir isə Medlife klinikasında da yanaşı fəaliyyətimi davam etdirirəm. Bugün sizə uşaqlar arasında ən çox yayılan mövsümlü xəstəlik olan rotavirus infeksiyası haqqında məlumat vermək istəyirəm. Bu xəstəlik özünü uşaqlarda ən çox ishal, qusma, temperaturun yüksəlməsi, qarında ağrılar, baş ağrısı kimi əlamətlərlə özünü biruzə verir. Valideynlərdən xahiş olunur ki, uşaqlarda belə hallar baş verdikdə vaxtında həkimə müraciət etsinlər. Çünki uzun müddət davam edən ishal, qusma, temperaturun yüksəlməsi kimi əlamətlər orqanizmin susuzlaşma əlamətlərinə gətirib çıxarır. Susuzlaşma isə orqanizmdə daxili orqanlarda dərin fəsadların yaranmasına səbəb olunur. Valideynlərdən xahiş olunur ki, vaxtında həkimə müraciət etsinlər.